بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وسلم تسليما كثيرا إلى يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي وزدنا علما الحمد لله الذي هدانا لهذا وما كنا لنهتدي لولا أن هدانا الله أما بعد فالسلام عليكم ورحمة الله وبركاته. Yakın günlerde bir Müslüman kardeşimiz, yeni İslam'a girmiş bir Müslüman kardeş, İslam'ın tarifi, İslam dininin şartları vesaire hakkında bilgi istedi. Bu da çok azametli bir mevzu olduğu için biz onu bir kadar erteledik ve bir hadis ilmiyle uzun yıllar tahminen 20 yıl civarında hadis ilmiyle meşgul olmuş, halihazırda da meşgul olan ve hadis sahasında 300'den çok el yazma nüshanın yani kötüren, yani bu el yazma nüshanı kötürüp sonra onu yani çap ettirmek çok çetin ve meşakkatli ve mesuliyetli ve şerefli bir iştir. Yani 2006 yıldan 2015 yıla kadar inşallah ki 300'den çok yani el yazma nüshanı yani hamısının bir üzünü kötürüp meşgul olmak, yani 50'den çok çap olunmuş kitap üzerinde işlemek, mesabet hadis kitaplarından gedir. Həmçinin 500'den yukarı hadis kitabı ile yani meşgul olmak, yani hadis ilmini öğrenmek, kimi xüsusiyyətləri olan, məziyyətləri olan bir hadis aliminin yani kısa bir çalışması var bu arada. Biz inşallah yani onu okumak istiyoruz Allah'ın izniyle. Yani bunları saymakta məqsədim kimsə tərifləmək deyil, kimsə təmizə çıxarmaq deyil. Allah Azze ve Celle en yaxşı bilir bunların halını. Biz bildiğimizi, gördüğümüzü deyirik. Ve herkesin dediği şeye göre ona kıymet verilir. Ettiği emele göre ona kıymet verilir. Bunu sadece olarak zikir edirik ki yani bu insanlar yani özlerini elhamdülillah Resulullah sallallahu aleyhi ve sellemin yoluna, sünnetine yani hasretmiş insanlardır ve ayet ve hadisten başka bir şey danışmayan insanlardır ve biz de vahye tabi olmakla Allah tarafından yani bize emrolunmuş bir şeydir ve vahiyden başka bir şeye bir tabi olmakla mükellef değiliz. Ve vahiy ile danışan her bir Müslüman bizim için azizdir, değerlidir ve uzadır. Allah'ın izniyle başlıyoruz. Şurut ve nevakidul İslam. İslam'ın şartları ve İslam'ı bozan hallar. Birinci şurutul İslam yani İslam'ın şartlarıyla inşallah başlayacağız. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve sahbihi ve men vela amma ba'd. Evvelü şart el-ilm bima'naha nefyen ve isbaten bihaythu ya'lemul kalbu ma yantaku bihil lisan. Kâle Teala fe'lem ennehu la ilahe illallah ve kavluhu subhanahu إلا من شهد بالحق وهم يعلمون ومعناها لا معبود بحق إلا الله والعبادة هي كل ما يحبه الله ويرضاه من الأقوال والأعمال الظاهرة والباطنة. İlk şart olarak İslam'ın şartı veya la ilahe illallah'ın şartı ilk şart olarak nefi ve ispat yönünden ilmin olmasıdır. Ümumiyetle el-ilm el-munafi lil-cehl. Cehaletin eksi olan, cehaletin ziddi olan ilimdir.
və Allah Azze ve Celle ilmi və əhlini övmüşdür, uzaltmışdır. Yəni söhbət təbii ki, şəri elmdən, yəni faydalı elmdən gedir. Və İslamdan danışarkən, yəni İslam elm deməkdir. Yəni İslam elm üzərində bina edilmiş bir dindir, həyat nizamıdır. Və La ilahe illallahın şərtlərindən elmi saydıqda, yəni dilin və qəlbin nə etdiyini yəni bilməsidir. Dilin və qəlbin qarşılıqlı surətdə bilməsi və qəbul etməsidir elm. Ki Allah Azze ve Celle buyurur, bil ki Allah'tan başka ilah yoktur. Ki Muhammed Suresi 19. ayet məşhurdur. Kaş ki ona əməl olunaydı. Həmçinin Zuhruf Surasında Allah Subhanahu taala buyurur ki, istisnadır o kəslər ki, haqq ilə və yaxud da haqq ilə şahidlik edirlər və onlar elmlidirlər və onlar bilirlər. Və La ilahe illallahın ümumiyyətlə mənası, yəni bilmək, ya da ki Allah Subhanahu taala buyurur, "Zalika bi ennallaha huvel hak ve ennema yed'un min dunihi huvel batil." Allah Subhanahu taala buyurur ki, bu ona görədir ki, Allah hak və ondan başqa ibadət olunanlar isə batildir. Və bu və bu ayətin yəni mənasında olan ayətlərlə biz bilirik ki, Allah Azze ve Celle haqq olan ilahdır. Ondan başqa ilahlar ibadət olunsa da onlar batil olan ilahlardır və onlara edilən ibadət də puçdur, batildir. Həmçinin ibadətdə belə bir anlam vermək olar ki, Allah Azze ve Celle'nin əmr etdiyi, yəni hər bir şey, yəni hər bir, məsələn bunu qısa olaraq belə də tərif verirlər. Fi'lul ma'mur və tarkul mahzur. Əmr olunan şey, yəni Allah tərəfindən əmr olunan şeyi yerinə yetirmək və Allahın qadağan etdiyi şeydən çəkinmək, yəni bu da ibadətin bir tərif ola bilər. Müxtəlif təriflər verilə bilər. Sonuçta bu yəni ictihadi bir şeydir. İbadətin nə olduğunu insan Quran-ı Kərim və sünnətə baxaraq anlaya bilər. Hər kəs başa düşür şəkildə bunu tərif verir, amma yəni ortaq inşallah mənası budur. Allah Azze ve Celle'nin əmr etdiyi şeyi yerinə yetirmək, qadağan etdiklərindən də çəkinməkdir. İkinci şərt, el-yaqin huve kemalul ilmi biha el-munafil şakki ve rayb. Yəqin elmin kəmala yetməsidir. Yəni kamil bir elmdir. Belə də deyə bilərik yəqinə. Yəni bu da şəkkin və şübhənin ziddidir. Yəni insan bildikdən sonra ki Allah'tan başqa ibadətə layiq olan ilah yoxdur. Ondan sonra bunun yəni kəmal mərtəbəsində olması lazımdır. Bunda heç bir şübhə olmaması lazımdır. Allah Azze ve Celle buyurur ki, "İnnemel mu'minunellezine amanu billahi ve rasulihi thumma lem yertabu ve cahadu bi amwalihim ve anfusihim fi sabilillah. Ulaike humus sadikun." Hucurat surasında Allah Subhanahu buyurur ki, müminlər ancaq o kəslərdir ki, Allah'a və Rasuluna iman etmişlərdir, sonra heç bir şübhəyə düşməmişlərdir. Və sonra Allah yolunda malları və canlarla cihad etmişlərdir. Və sadiq olanlar da onlardır. An Cunadətə İbn Əbi Umeyyə An Ubadətə İbn Samit An Rasulillahi sallallahu aleyhi və səlləm qal, Mən qalə əşhədu ən la ilahə illallah və ənə Muhammeden abduhu və rasuluhu və ənə İsa abdullah və bunu əmətih və kelimətuhu əlqaha ilə Məryəmə və ruhun minh və ənəl cənnətə haqqun və ənəl nara haqqun adxalahullahu min əyyi əvvabil cənnəti əs-səminəti şəə. Əxrəcəhu Əhməd vəl-Buxari və Muslim və ibn Əbi Asım fis-sünnəh vəl-Bəzzar vəl-Nəsəiyyə və bu Avanətə və ibn Hibban vəl-Bəğavi. Cunadə İbn Əbi Umeyyə Ubadə İbn Samit'dən rivayət edir ki, Rasulullah sallallahu aleyhi ve sellem dedi. Kim desə ki, şahidlik edirəm ki, Allah'tan başqa ilah yoxdur, o təkdir. Və Muhammed onun qulu və rasuludur və İsa Allahın quludur və Allahın qulu olan bir qadının oğludur və Allahın Məryəmə atdığı bir kəlmə və ondan bir ruhdur. Cənnət haqdır, cəhənnəm haqdır. Yəni, kim bunlara şahidlik etsə, Allah Azze ve Celle onu cənnətin 8 qapısından istədiyindən cənnətinə daxil edər. Hədisin qaynağını inşallah ərəbcəsində oxuyanda zikr edirik. Təkrarlayıb, yəni vaxtınızı almağa ehtiyac yoxdur. Buxari, Müslim və digərləri daxil etmişlərdir.
الإخلاص المنافي للشرك قال تعالى ألا لله الدين الخالص وقوله تعالى وما أمروا إلا ليعبدوا الله مخلصين له الدين حنفاء. Üçüncü şart ihlastır. Bu da şirkin ziddidir. Allah Azze ve Celle buyurur ki dikkat edin, halis din Allah'a aittir. Halis din Allah'a mahsustur. Həmçinin Allah Azze ve Celle buyurur ki onlara yalnız bunlar əmr olunmuşdu. Onlar da neydi? Yani ayetin məzmununu sizə deyirəm. Dini ihlasla Allah'a ait ederek, hanifler olarak Allah'a ibadet etmekten başka bir şeyle emr olunmamışlar. Bu da yani Beyyine surasında olan ayettir. Rivayetlerden ise an Mahmud ibn Rabi' kâle semi'tu İtbâne ibn Malik yekûl gada aleyye Resulullah sallallahu aleyhi ve selleme فقال رجل أين مالك ابن الدخش فقال رجل منا ذلك منافق لا يحب الله ورسوله فقال النبي صلى الله عليه وسلم ألا تقولوه يقول لا إله إلا الله يبتغي بذلك وجه الله قال بلى قال فإنه لا يضافي عبد يوم القيامة به إلا حرم الله عليه النار أخرجه أحمد والبخاري ومسلم والنسائي وابن خزيمة. Bu hadis-i şerifte Mahmud ibn Rabi' deyir ki, İtban ibn Malik'e işittim. Deyir ki, Resulullah sallallahu aleyhi ve sellem benim yanımda sabahladı. Ve dedi, bir kişi dedi ki, Malik ibn Duhşun hardadır? Ve başka bir kişi dedi ki, bizlerden. Başka bir kişi dedi ki, o münafiktir. Allah ve Resulü'nü sevmeyen biridir. Nebi sallallahu aleyhi ve sellem dedi ki, demirsiniz mi ki o la ilahe illallah Allah'ın üzünü isteyerek, Allah'ın üzünü olarak la ilahe illallah deyir. Dedi ki, bəli, yani böyle deyirik. Ve Peygamber sallallahu aleyhi ve sellem buyurdu ki, elə bir kul yoktur ki, kıyamet gününde Allah'la bununla karşılaşsın ve Allah Azze ve Celle onu cehenneme haram etmesin. Yani kim Allah'ın yüzünü arayarak, Allah'ın yüzünü isteyerek, yani ihlasla Allah Azze ve Celle'nin tek olduğuna şahitlik ederse Allah Azze ve Celle onu cehenneme haram eder. An Qatada an Anas ibn Malik kâle Resulullah sallallahu aleyhi ve selleme akhricu minen nâri men kâle la ilahe illallah men kâne fi kalbihi minel hayri ma yazinu şa'ira. أخرج من النار من قال لا إله إلا الله من كان في قلبه من الخير ما يزن ذرة أخرج من النار من قال لا إله إلا الله من كان في قلبه من الخير ما يزن بره أخرجه الطيالسي وابن أبي شيبة وأحمد وعبد بن حميد والبخاري ومسلم وابن ماجه والترمذي والنسائي وأبو يعلى وابن حبان. Bu hadis-i şerifte meşhurdur. Qatada ibn Dihamet Es-Sedusi Anas ibn Malik radıyallahu anh'dan rivayet edilir ki Resulullah sallallahu aleyhi ve sellem dedi, yani hadisin bir sesini danışır, yani Allah subhanahu wa ta'ala kıyamet günü diyecek ki cehennemden la ilahe illallah diyenleri çıkarın ve kimin ki kalbinde şaire yani tahıldır veyahut da ki bu yani arpaya değilir. O kadar yani çekide, o kadar ölçüde hayır varsa la ilahe illallah diyen birisini çıkarın. Hemsinin cehennemden la ilahe illallah deyip ve kalbinde zerre kadar hayır olan birisini çıkarın. Hemsinin cehennemden la ilahe illallah deyip ve kalbinde bir tahıl boyda tahıl tekisi kadar hayır olan insanları çıkardım. Ve burada yani la ilahe illallah kelimesinin faziletine, üstünlüğüne açık bir yani delil vardır. Lakin yani irca ehli kimi yani emelleri imandan saymayan kafirler kimi yani bu hadisi o cür anlamırıq ki yani insan la ilahe illallah kelimesini diliyle desin, kalbinin bundan haberi olmasın ve hiçbir şey yeremesin, cennete girecektir, cehennemden çıkartır. Böyle bir şey zaten bu hadiste yoktu. Bundan evvel okuduğumuz hadislerde Peygamber sallallahu aleyhi ve sellem yebtagi bidâlike vechallah diye yani şart koymuştu orada ki yani onunla Allah'ın özünü isteyir. Ve hemsinin
bütün nasları bir yerdə başa düşmək lazımdır. Yəni bu hədisləri başqa hədislərlə birlikdə, ayətlərlə birlikdə başa düşdükdə, yəni Allah Azze ve Celle məsələn buyurur ki: "Men aradel ahirete ve sa'a laha sa'yaha ve huve mu'minun fe ulaika kana sa'yuhum meşkura." Kim ahireti istəyərsə və onun üçün çox şey göstərərək çalışarsa və mömindirsə, məhz onlardır etdiyi əməllərin mükafatını alanlar deyə buyurur və burada da cənnət qazanmaq üçün əməl etməyin gərəkli olduğunu zikr edir. الشرط الرابع المحبة لهذه الكلمة ولما دلت عليه والسرور بذلك. قال تعالى: ومن الناس من يتخذ من دون الله أندادا يحبونهم كحب الله والذين آمنوا أشد حبا لله. Dördüncü şərt məhəbbət şərtidir ki, bu kəlməni sevmək və bu kəlmənin dəlalət etdiyi şeyləri sevmək və bununla sevinmək, xoşbəxt olmaq, şad olmaq. Allah Subhanahu buyurur ki, insanlardan kimiləri vardır ki, Allahdan başqalarını Allaha tay tutarlar və onları Allahdan daha çox sevərlər. Və ya Allahı sevdiyi kimi sevərlər və iman gətirənlərin isə Allaha olan məhəbbətlər daha şiddətlidir. عن قتادة عن أنس بن مالك قال قال رسول الله صلى الله عليه وسلم: ثلاث من كن فيه وجد طعم الإيمان من كان يحب المرء لا يحبه إلا لله ومن كان الله تبارك وتعالى ورسوله أحب إليه مما سواهما ومن كان أن يلقي في النار أحب إليه من أن يرجع في الكفر بعد إذ أنقذه الله عز وجل. Azze ve Celle minhu. Hadis-i şərifdə isə Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, üç şey vardır ki, o kimdə olsa o imanın dadını dadmış olar. O kəs ki, sevdiyi şəxs ancaq Allah üçün sevər və Allah və Rasulü ona o ikisi, yəni Allah və Rasulü ona bütün başqa hər kəsdən daha sevimli olar. Və Allah Azze ve Celle onu oddan qurtardıqdan sonra ona qayıtmağı, yəni küfrə düşmək ona oda atılmaqdan daha, yəni oda atılmaq küfrə düşməkdən daha sevimli olması. Yəni men kana en yulqiya fi'n-nar ahabba ilayhi min en yarci'a fi'l-kufri ba'da iz anqadahu Allah Azze ve Celle min. Allah onu küfrdən qurtardıqdan sonra küfrə qayıtmaqdansa oda atılmağı, odda yanmağı daha çox üstün tutan şəxs. Yəni bu üç şey kimdə varsa o inşallah imanın dadını dadmış olar. Bu hədisin müxtəlif ləfzləri vardır inşallah. Məşhurdur. Əxrəcəhu İbn-i Mübarək Fiz-Zuhd və Tayalisi və Ahmed və Muslim və İbn Macə və Nəsai və İbn Məndah və Beyhaqi fi Şu'ab-ül İman və Bəğavi. Yəni bu hədisi bir çox hədis qaynaqlarında zikr olunmuşdur, təxric olunmuşdur və kifayət qədər məşhur hədisdir. Əş-şərtul əl-xamis əs-sıdq əl-münafi lil-kəzibi əl-mani'i minəl-nifaq. قال تعالى: فليعلمن الله الذين صدقوا وليعلمن الكاذبين. وقال تعالى: والذي جاء بالصدق وصدق به أولئك هم المتقون. Beşinci şərt isə sıdqdır. Bu da yalana zidd olan bir şeydir. Həmçinin də nifaqdan qoruyan bir şeydir. Allah Azze ve Celle ayətdə buyurur ki, Allah sadiq olanları və yalan olanları bilsin deyə. Yəni ayətdə belə bir ibarə vardır. Həmçinin buyurur ki, o kəs ki, sıdqla gəlmişdir və onu doğrulanmışdır, məhz onlardır, müttəqi olanlar, təqvalı olanlar. Və bu babda həmçində az öncə oxuduğumuz Cündəb Əbu Ümeyyə Übədə ibn Samitə rivayət olunan kim ki, Allahdan başqa ilah olmadığına və Muhammed Allah qul və Rasuluna şahidlik qədər şəhadəsidir. Həmçinin bu babda inşallah zikr oluna bilər. Əş-şərtus səlis əl-inqiyadu li huquqiha və hiyəl a'malul vacibətu ixlasan lillahi və talabən li mardatihi. Qala Teala: وأنيبوا إلى ربكم وأسلموا له. وقال تعالى: ومن يسلم وجهه إلى الله وهو محسن فقد استمسك بالعروة الوثقى. Altıncı şərt isə bu kəlmənin hüquqlarına, haqlarına riayət etməkdir. Bu kəlmənin gətirdiyi şeylərə əməl etməkdir.
Bunlar da vacib əməllərdir. Bunlar da Allah Subhanahu əmr etdiyi, Rasulullah sallallahu əleyhi və səlləm əmr etdiyi əməllərdir ki, Allah Azze və Cəllənin rızasını istəyərək, Allah Subhanahu özünü umaraq bunları edən şəxslər üçün cənnət vardır. Allah Subhanahu buyurur ki, Rəbbinizə yönəlin, Rəbbinizə tərəf üz tutun və ona təslim olun. Həmçinin Allah Subhanahu buyurur, kim ki yüzünü Allah'a təslim edərsə, mühsin olduğu halda özünü Allah'a təslim edərsə, o artıq qopmaq bilməyən bir qopdan yapışmış olar. Əşşəratus səbi' el-qabul el-münafi lirraddi fakat yekuluha men ya'rifuha lakin la yakbaluha mimmen da'ahu ileyha ta'assuban ev tekabbura. Qala Teala innahum kanu izâ qîle lehum la ilahe illallah yestekbirûn. 7-ci və burada zikr olunan sonuncu şərtdir ki, bu da qəbuldur, yəni rədd etməyin ziddidir. Və olur ki, bəzən insan bunu deyir, lakin bunu kəlməni deyir, lakin bunu qəbul etmir. Yəni də qəbul etmir, yəni onu o kəlməyə dəvət edən, o kəlməyə çağıran şəxsdən bunun gərəklərini, yəni bu kəlmənin tələb etdiyi şeyləri qəbul etmir. Ya təassüb eləyir, yəni təassüb, yəni hansısa bir dəstəni, hansısa bir qrupu, hansısa bir şeyxi dəstəkləmək üçün, yəni bundan üst çevirir və yaxud da ki, kibrindən dolayı üst çevirir və hər iki halda da bu, onun imanını pozan bir şeydir. Allah Subhanahu buyurur ki, onlara la ilahe illallah deyildiyi zaman təkəbbür göstərirlər. Məsələn, başqa ayətdə də həmçinin وَقَالُوا اَيِنَّا لَتَارِكَ آلِهَتِنَا لِشَائِرٍ مَجْنُونَ. Yəni, dedilər ki, biz dəli bir şairdən ötürü ilahlarımızı tək verəcəyik. Yəni, dəli şairdən qəsdləri Muhammed sallallahu aleyhi ve sellem'dir. Allah müsəlmanları qorusun. Yəni, bu tip şeylərlə vəhiyə qarşı baş qaldırırlar. Allah Azze ve Celle bizləri İslamı pozmaqdan qorusun. Yəni, bir şeydə qeyd etmək lazımdır ki, bu şərtlər, yəni 7 şərt var, 8 şərt var, 10 şərt var. Deyib belə tərtib etdikdən sonra, yəni kimsə belə bir şey deyə bilməz ki, bunları əzbərləməlisən, bunları danışmalısan, əzbərləyib danışa bilməyən kafirdir, İslam'a girməyib, İslamdan xəbəri yoxdur. Yəni bunlar doğru şeylər deyil. Yəni hər kəs Allahın kitabını oxuyub başa düşmək iqtidarındadır Allahın izni ilə və bunları əzbərləyib danışması şərt deyil. Yəni bunları əzbərləyib danışmağına şərt qoymağa heç bir dəlil yoxdur. Hər bir müsəlmanın bunları bilməsi, anlaması, dərk etməsi və əməl etməsi şərtdir. Əzbər danışmağı inşallah şərt deyil. Nəvaqidul İslam, İslamı pozan şeylər, yəni adından bəllidir, yəni insanın İslamını iptal edən, insanın İslamını pozan şeylərdir ki, əslində İslamın şərtləridir ki, ondan da şərtin əksi inşallah nəvaqid, yəni onu pozan şeysədir. Nəvaqid sözü cəmdir, yəni naqid sözünün cəmidir. Naqada, yəni normalda çözmək, açmaq deməkdir. Yəni bir düyünün çözülməsinə yəni bu deyilir. Naqid təkdir, yəni pozan şey deməkdir. Nəvaqid isə pozanlar cəmidir. İ'ləm ya əxil muslim, əlləmənəllahu və iyyək ənə əhəmmə nəvaqidil İslami 10. Bil ki, ey müsəlman qardaşım, Allah səni də bizi də öyrətsin. İslamı pozan şeylərin içində ən qorxulular, ən dəhşətləri 10'dur. Əl-əvvəl əşşirkü fə ibadətilləhi Teala. Qalə Allah Azze və Cəl, İnnəllaha la yəğfir ən yüşrəkə bihi və yəğfir mə dunə zəlikə limən yəşə. Bunların birincisi olaraq inşallah ibadətdə ümumiyyətlə Allah'a şərik qoşmağı inşallah zikr edə bilərik ki, Allah Subhanahu bildiyiniz Nisa surəsi 48 və 116-cı ayətlərdə buyurur ki, şübhəsiz ki, Allah ona şərik qoşmasını qoşulmasını bağışlamaz, lakin bundan altında olan günahları isə, bundan aşağı olan günahları isə istədiyi şəxsə bağışlayar. Və yəni buna misal olaraq bir çox şeylər zikr eləmək olar. Məsələn, Allahdan başqasına qurban kəsmək, Allahdan başqasına namaz qılmaq, Allahdan başqasına üçün oruç tutmaq və s. Yəni ibadət edərkən Allahdan başqasını qəsd etmək. Yəni bir çox şeylər saymaq olar ki, bunların sayı çoxdur və burada belə bir qayda kimi, yəni fayda olsun deyə zikr edə bilərik ki,
ibadet olduğu sabit olan herhangi bir şeyi Allah'tan başkası yöneltmek bu şirktir ve bunun sahibi de müşriktir ve İslam dininde kiçik şirk ve büyük şirk deyilen bir şey yoktur. An Alkamata عن عبد الله بن مسعود قال لما نزلت الذين آمنوا ولم يلبسوا إيمانهم بظلم شق ذلك على أصحاب رسول الله صلى الله عليه وسلم قالوا أينا لا يظلم نفسه فقال رسول الله صلى الله عليه وسلم ليس هو كما تظنون إنما هو كما قال لقمان لابنه يا بني لا تشرك بالله إن الشرك لظلم عظيم أخرجه أحمد والبخاري ومسلم والترمذي. Alkama Abdullah ibn Mesud'a rivayet edilir ki Allah Azze ve Celle'nin bu ayetin nazil olduğu zaman yani Allah subhanahu buyurur ki o kesler iman edibler ve imanlarına zulüm karıştırmayıblar. Ulaike lahumul emne ve hum muhtedun. Yani onlar için emanlık vardır ve onlardır hidayet üzerinde olanlar. Bu Resulullah sallallahu aleyhi ve sellem'in ashabına ağır geldi. Ve dediler ki yani hansı birimiz nefsine zulmetmir? Ve Resulullah sallallahu aleyhi ve sellem buyurdu ki sizin zannettiğiniz kimi değildir. Bu ancak Luqman'ın oğluna dediği kimidir. Ey oğlum Allah'a şerik koşma. Şüphesiz ki şirk büyük bir zulümdür. Yani Resulullah sallallahu aleyhi ve sellem burada ayetle tefsir ederek onlara bahis alır ki buradaki zulümden kastı nefs edilen zulüm değildir. Şirktir. Hamsinin ikinci inşallah Thani men ceale beyneha ve beynallahi vesaite yed'uhum ve teves'aluhum yetevekkelu aleyhim. Yani özüyle Allah arasında vasıtaçılar koyan, vasıtaçılar eden. Yani bu da çok kadim yani bir şirk nevidir, bir küfür nevidir ki meşhurdur. Allah Azze ve Celle buyurur ki قال تعالى إنا أنزلنا إليك الكتاب بالحق فاعبد الله مخلصا له الدين ألا لله الدين الخالص والذين اتخذوا من دونه أولياء ما نعبدهم إلا ليقربونا إلى الله زلفى إن الله يحكم بينهم فيما هم فيه يختلفون إن الله لا يهدي من هو كاذب كفار وقال تعالى ويعبدون من دون الله ما لا يضرهم ولا ينفعهم ويقولون هؤلاء شفعاؤنا عند الله قل أتنبئون الله بما لا يعلم في السماوات ولا في الأرض سبحانه وتعالى عما يشركون. Yani Allah subhanahu burada Zümer suresinin evvelinde yani başlangıç ayetler Allah subhanahu buyurur ki biz kitabı sana hakkıyla nazil etmişik. Dini Allah'a ait ederek ihlasla Allah'a ibadet et. Dikkat edin, halis din Allah'a mahsustur. O kesler ki Allah'tan başka veliler götürürler özlerine. Deyirlər ki biz onları ibadet etmirik. Ancak o yönden ibadet edirik ki onlar bizi Allah'a yakınlaştırırlar. Allah Azze ve Celle onların itiraf ettiği şeylerde onlar arasında kim biredektir. Ve Allah yalancı ve kafir bir kavmi doğru yola yöneltmez. Həmçinin Allah Subhanahu buyurur ki onlar Allah'ı koyup onlara zarar ve fayda verebilmeyenlere ibadet edirlər ve deyirlər ki bunlar bizim Allah katında şefaatçilerimizdir. De ki siz semalarda ve yerde Allah'ın bilmediği bir şeyi mi Allah'a haber verirsiniz? Allah onların şerk koştukları şeylerden ucadır ve paktır. Yani bu qabildən ayetlerin inşallah çox zikr eləmək olar. Sadece olarak yani misal kimi delil babından inşallah yani bu ayetlerde zikr olunur. Tabii ki ayetler çoktur bu arada. الثالث من لم يكفر المشركين أو يشك في كفرهم أو صحح مذهبهم فقد كفر. قال تعالى ألم تر إلى الذين أوتوا نصيبا من الكتاب يؤمنون بالجبت والطاغوت ويقولون للذين كفروا هؤلاء أهدى من الذين آمنوا سبيلا. أولئك الذين لعنهم الله ومن يلعن الله فلن تجد له نصيرا. وقال تعالى لقد كفر الذين قالوا إن الله هو المسيح ابن مريم وقال المسيح يا بني إسرائيل اعبدوا الله ربي وربكم إنه من يشرك بالله فقد حرم الله عليه الجنة ومأواه النار وما للظالمين من أنصار. لقد كفر الذين قالوا إن الله ثالث ثلاثة وما من إله إلا إله واحد وإن لم ينتهوا عما يقولون ليمسن الذين كفروا منهم عذاب أليم. Üçüncüsü
müşrikleri, kafirleri tekfir etmeyen ve onların küfürlerine şək edən və yaxud da onların yollarını, mənhəzlərini, məzhəblərini səhih sayanlar, Allah Azze ve Celle buyurur ki, sen özlerine kitaptan bir nasip verilənləri görmədinmi? Onlar cibdə və tağuta iman gətirirlər və deyirlər, kafirlər üçün deyirlər ki, bunlar iman gətirilənlərdən daha doğru yoldadırlar. Onlar o kəslərdir ki, Allah onları lənətləmişdir. Kimi ki, Allah lənətləmişdir, sən əsla ona bir çıxış yolu, ona bir yardım edə tapa bilməzsən. Yəni, bu Nisa surəsi 51-52-ci ayətləri idi. Həmçinin Rəbbimiz buyurur ki, Allah Məryəm oğlu Məsihdir deyənlər kafir oldular. Və Məsih dedi ki, ey Bəni İsrail, ey İsrail oğulları, mənim Rəbbim olan və sizin Rəbbiniz olan Allaha ibadət edin. Şübhəsiz ki, Allaha şərik qoşan şəxsə Allah cənnəti haram etmişdir və onun varadağı yer oddur və zalimlərin heç bir yardımcısı yoxdur. Həmçinin Rəbbimiz buyurur ki, Allah üçüncüsüdür deyənlər kafir oldular. Tək olan ilahdan başqa heç bir ilah yoxdur. Əgər onlar buna son qoymasalar, dedikləri şeylərə son qoymasalar, onlardan kafir olanlara ağrıcı bir əzab toxunacaqdır. الرابع من اعتقد أن غير هدي النبي صلى الله عليه وسلم أكمل من هديه أو أن حكم غيره أحسن من حكمه كالذي يفضل حكم الطواغيت على حكمه فهو كافر. قال تعالى ألم تر إلى الذين يزعمون أنهم آمنوا بما أنزل إليك وما أنزل من قبلك يريدون أن يتحاكموا إلى الطاغوت وقد أمروا أن يكفروا به ويريد الشيطان أن يضلهم ضلالا بعيدا. Bunun dördüncüsü, yani burada böyle bir mesele zikr olunur. Yani Resulullah sallallahu aleyhi ve sellemin başkasının yolunun daha kamil olduğunu və yaxud da ki, ondan başqasının hökmünün daha yaxşı olduğunu yəni, demək. Yəni, etiqad etmək deyərsə, yəni etiqad qəlbdə olan bir şeydir. Biz onu bilmirik, ancaq sözlə, əməllə bunu açığa çıxardığı zaman bilirik. Ona görə də demək daha da düzünü, nəinki etiqad etdiyini söyləmək. Yəni, tağutların hökmlərini Resulullah sallallahu aleyhi ve sellem hökmündən üstün tutmaq kimi, yəni misal bunu vermək olar və bir çox tağutlar deyiləndə bir çoxların ağlına ancaq məhkəmələr gəlir. Təbii ki, bu yanlış bir şeydir. Yəni, bu nə yöndən yanlış? Yəni, məhkəmələrdə də tağut ola bilir. Amma o demək deyil ki, ancaq tağutlar məhkəmədə olurlar. Yəni, bu yanlış bir şeydir. Yəni, əksik bir anlayışdır, naqis bir anlayışdır. Və bunun ən bariz misalı məzhəblərdir. Məsələn, filan kəsin məzhəbi, filan məzhəb, yəni məzhəbdə olmayanı la məzhəb adlandırıb, yəni söyüş kimi söymək, təhqir etmək. Və yəni, sanki Resulullah sallallahu aleyhi ve sellem başqasının yolu daha kamildir. Yəni, sanki yox, elə də deyirlər. Yəni, bir insan deyəndə ki, mən məzhəbim yoxdur, Muhammed sallallahu aleyhi ve sellemə tabi oluram, ona dəli kimi, məzdun kimi və ya da xarici kimi baxırlar. Amma bunlardan hamısı apaçıq küfürdür. Və Allah Azze ve Celle yəni, oxuduğumuz Nisa surəsi 60-cı ayətdə də bunu açıq-aşkar bəlli etmişdir. Və Allah Subhanahu buyurur ki, sənə və səndən əvvəlkilərə nazil edilənə iman etdiklərini iddia edənləri görmürsənmi ki, onlar tağutda mühakimə almaq istəyirlər. Halbuki onlara əmr olunmuşdur ki, ona küfr etsinlər və şeytan onları uzaq bir sapıqlıqla saptırmaq istəyir. Təbii ki, Allahdan başqasına mühakimə olunmaq istəyən hər bir şəxsin yəni, vəsfi budur, Allah subhanətlə vəsf etmişdir. Və Resulullah sallallahu aleyhi ve sellem buraxıb ondan başqa məzhəblərə, şeyxlərə, alləmələrə yönəlmək, onlara müxtəlif titullar vermək, Şeyxülislam, Alləmə, Bəhrul Ümmə, Habrul Ümmə, yəni bunlar məşhurdur ümmətin yəni böyük alimi. Yəni Bəhr normalda dənizə deyirlər. Birinə Bəhr deyəndə yəni ki, bunun çox dəniz qədər çox elmi var deyə vəsf edirlər ki, yəni heç bir tabiin, heç bir sahabə Ömər ibn Xattab'a Bəhrul Ümmə deməmişdir. Alləmə deməmişdir, Şeyxülislam deməmişdir. Ondan sonra başqalarına bunu da deyirlər, yəni o da bir qəlbə bir şeydir. El-Xamis, mən abqada şeyən mimmə cəə bihir Rasulü sallallahu aleyhi ve sellemə və ləv amilə bihi kəfər. Qalə Teala, fələ və rabbikə la yu'minunə həttə yuhəkkimuka fīmə şədərə beynəhum, thumma la yəcidi fi ənfusihim haracan mimmən qadayt və yusallimu təslimə.
عن قتادة عن أنس بن مالك قال قال رسول الله صلى الله عليه وسلم لا يؤمن أحدكم حتى أكون أحب إليه من ولده ووالده والناس أجمعين. أخرجه أحمد وعبد بن حميد والدارمي والبخاري ومسلم وابن ماجه والنسائي. Beşinci, yani İslam pozan beşinci hal ise İslam Resulullah sallallahu aleyhi ve sellem'in getirdiği herhangi bir şeye nifret etmek, gazablanmak. Yani buğz, normalde buğz yani kelimesi nifret, gazab anlamında inşallah. Daha çok nifret anlamında tercüme olunur. Hatta onunla amel etse bile, yani ona eğer buğz edirse insan artık onunla kafir olmuştur. Yani misal olarak demiyorlar. Mesela bir İslam Müslüman olduğunu iddia eden bir kadın eğer hicab örtürse, hicaba nifret varsa onda, bu delildir ki bu küfürdür. İnşallah yani okuduğumuz ayetleri bunun delilidir. Allah Azze ve Celle buyurur ki, hayır, senin Rabbine and olsun ki, seni aralarında çıkan ihtilaflarda hakim tayin edip, sonra verdiğin hüküme karşı nefslerinde hiçbir sıkıntı duymadan ve hükmettiğin şeye tam bir teslim olmadıkça iman etmiş olmazlar. Yani bu şartları Allah subhanahu zikir edilir, başkaları da zikir etmiyor ve bu ayet dediğimiz kimi nedir? Mahkemelere, tek mahkemelere ait değildir. Mahkemelere ve diğer şeylere de aittir ve istenilen hükümde, istenilen meselede Allah ve Resulünün hükmünden sonra Ebu Hanife böyle dedi, Malik ihtilaf etti, Şafii bunu böyle başa düştü, İbn Teymiye bunu böyle izah etti, Allama İbn Kayyim bunun böyle olduğunu dedi. Onların ve Allah Resulullah sallallahu aleyhi ve sellem başkasının hükmüne yani yönelen birisi yani bu hükmün bu ayete muhatabıdır. İman etmemiştir. Yani Resulullah sallallahu aleyhi ve sellem hükmettikten sonra hiç kimin seçim hakkı yoktur. Bu ayet hamsinin Ahzab suresindeki ayet ki Allah subhanahu teala buyurur ki وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ اِذَا قَضَى اللّٰهُ وَرَسُولُهُ اَمْرًا اَنْ يَكُنَ لَهُمُ الْخِيَرَةُ مِنْ اَمْرِهِمْ. Hiçbir mümin kişi ve kadının ihtiyarı yoktur ki Allah ve Resulü bir şeye hükmettikten sonra seçim etsin. Yani ayet gayet apaçıktır. Ve kimsenin böyle bir seçim hakkı yoktur. Seçim hakkında yönelme isteyen şahs kafir olmuştur. Allah subhanahu dediği için iman etmemiştir. Hemsinin Enes bin Malik radıyallahu anh'ın rivayet edildiği hadiste Peygamber sallallahu aleyhi ve sellem buyurur ki ben sizden herhangi birinize onun övladından, ata ve anasından ve bütün insanlardan daha sevimli olmadıkça iman etmiş olmazsınız. Ben sizden herhangi birinize onun evladından, ata ve anasından ve bütün insanlardan daha sevimli olmadıkça iman etmiş olmazsınız. Hiçbir tavile, hiçbir saptırmaya ihtiyacı yoktur. Hadis apaçıktır. İman etmiş olmazsınız diyor Peygamber sallallahu aleyhi ve sellem. Es-sadis men istehzaha bi şey'in mined-dini ev bi thawabihi ev bi iqabihi kefer. Kâle Teala kul ebillahi ve âyâtihi ve rasûlihi kuntum testehzi'ûn la ta'tadilu kad kefertum ba'da imanikum. Ve kâle Teala ve kad nezzele aleykum fil kitab أن إذا سمعتم آيات الله يكفر بها ويستهزأ بها فلا تقعدوا معهم حتى يخوضوا في حديث غيره إنكم إذا مثلهم إن الله جامع المنافقين والكافرين في جهنم جميعا. Altıncı nakit yani İslam pozan hallardan altıncısı dinden olan herhangi bir şeyle veyahut da dinden olan herhangi bir şeyin savabıyla veya cezasıyla istihza eden herhangi bir şahs kafir olmuştur. Bunun delili Allah Subhanahu ve Teala buyurur ki de ki Allah'la, onun ayetleriyle, onun Resulüyle mi istihza edersiniz? Özür beyan etmeyin. İman ettikten sonra kafir oldunuz. Hemçinin Allah Subhanahu ve Teala Nisa Suresi'nin 140. ayetinde buyurur ki artık biz size kitaptan nazil etmişiz ki Allah'ın ayetleriyle küfredildiği ve istihza edildiği bir yerde onlar bu sözlerine başka sözler değişmediyse oturmayın. Eğer otursanız siz onların mislindesiniz. Allah münafık ve kafirleri cehennemde hamsını bir araya toplayacaktır. Es-sabi' es-sihr hemen fe'alehu ev radiye bihi kefer. Yedinci yani İslam pozan halların yedincisi sihirdir ki onu eden veya ona razı olan herkes kafirdir. Allah subhanahu teala buyurur.
Ama yuallimani min ahadin hatta yekula innema nahnu fitnetun fela tekfur. Yani bildiğiniz Bekara Suresi'nin 102. ayetinden bir hissedir. Allah subhanahu haber verir ki onlar, yani o ikisi, yani Harut ve Marut adlı iki melek, herhangi bir şahsı öğretmezden evvel belə deyərdiler, biz ancaq bir imtihanıq, küfür etmə. Elə deməmiş, kimsən öyrətməzlər. Yəni bunu deyirdilər, yəni küfür etmə. Kim ki küfür etməyi boynuna alırsa, onlar öyrədirlər. Yəni bunlar deyildiyi kimi, innəmə nahnu fitnə, biz ancaq bir imtihanıq, yəni fitnəyik. Allah müsəlmanları qorusun. Es-samin mazaharatul müşrikine ve muavanatuhum alel muslimin. قال تعالى يا أيها الذين آمنوا لا تتخذوا آباءكم وإخوانكم أولياء إن استحبوا الكفر على الإيمان ومن يتولهم منكم فأولئك هم الظالمون قل إن كان آباؤكم وأبناؤكم وإخوانكم وأزواجكم وعشيرتكم وأموال اقترفتموها وتجارة تخشون كسادها ومساكن ترضونها أحب إليكم من الله ورسوله وجهاد في سبيله فتربصوا حتى يأتي الله بأمره والله لا يهدي القوم الفاسقين قال تعالى ودوا لو تكفرون كما كفروا فتكونون سواء فلا تتخذوا منهم أولياء حتى يهاجروا في سبيل الله فإن تولوا فخذوهم واقتلوهم حيث وجدتموهم ولا تتخذوا منهم وليا ولا نصيرا وقال تعالى بشر المنافقين بأن لهم عذابا أليما الذين يتخذون الكافرين أولياء من دون المؤمنين أيبتغون عندهم العزة فإن العزة لله جميعا. Yani burada delil olarak yani bu müşriklere ve kafirlere, Müslümanlara karşı yardım etmektir. Yani bu yani İslam pozan hallardan biri de. Allah subhanahu buyurur ki ey iman getirenler eğer küfrü imandan üstün tutarlarsa ata ve kardeşlerinizi dost tutmayın. Yani evliya kelimesi veliler demektir. Veli dost anlamı da gelir. Həmçinin himaye eden, yani ihtiyarın elinde olan şəxs varlıq anlamında da işlenebilir. Yani ki, çox zaman bunu dost kimi tərcümə edirlər. Yəni dost anlamında da olabilir ve dediğim gibi yani həmçinin de mesela eğer bir şəxsin senin ihtiyarın, senin velayetin, senin yani himayen birinin elindedirse o senin velindir. Yani her ikisi de inşallah yani başa düşülməlidir, veli deyiləndə. Ve Allah subhanahu buyurur ki eğer küfür imandan üstün tutarlarsa ata ve kardeşlerinizi dost tutmayın, veli tutmayın. Sizden kim bunları veli götürər sözüne məhz onlardır zalim olanlar ve bu Tevbe suresi 20 ve 24. ayetlerdir. Həmçinin Nisa suresi 89. ayet okudu. Həmçinin Nisa 138. inşallah ayəni də 139. ayəndə oxumağa məsləhət görüb bu babda dəlil olaraq. Bu babda həmçinin yani bu İslam pozan bu halın dəlil olaraq həmçinin Nisa suresi daha doğrusu Maidə suresi 78-81. ayətləri oxumağı məsləhət görürük. Həmçinin Enfal suresinin 72-75. ayetleri, həmçinin Ali İmran suresi 28-29. ayetleri, həmçinin Nisa suresi 144-147. ayetler, həmçinin Maidə suresi 51-52. ayetler, həmçinin Maidə 57, həmçinin Mümtəhənə suresi 1-ci, 2-ci ayetleri inşallah oxumağa məsləhət görürük. Yani ayetler çok olduğu için bu babda yani okumadık şey sizin çok vaktinizi almayaq. Yani herkes inşallah zaten Kur'an okuması labüttür. Kur'an okumayan insan Müslüman olabilmez, Müslüman kalabilmez. Müslüman daim Allah'ın kitabını okumalı ve öğrenmeye ve amal etmeye çalışmalıdır. Et-tasi' men ya'takada enne ba'dan nasi yes'uhul hurucu an şeriyati Muhammedin sallallahu aleyhi ve selleme ve huve kafir. 9. yani İslam pozan hal herhangi bir şəxsin Muhammed sallallahu aleyhi ve sellemin şəriyyətindən çıxma hüququnun olmasına yani inanmaq, iman etmək, etiqad etmək. Etiqad kəlməsi ümumiyyətlə yəni İslam dinində ayet ve hadislerde yani bizim anladığımız kimi işlənməmişdir. Yani iman etmək, din etmək anlamında yani ayetler ve hadisler vardır inşallah.
Hadis hatırımda değil ama ayetler yani inşallah hamısı burada yani bildiğimiz Kur'an-ı Kerim ayetler. Yani etikat değil, iman etmek vesaire kimi işlenmiştir. Yani bu çok zaman Sufi şeyhlərində və həmçinin Rafizlərdə də bu məşhurdur. Yəni, hər hansı bir şəxsin belə bir haqqı olduğuna yəni iman edirlər ki, onun elə bir ixtiyarı vardır ki, Muhammed sallallahu aleyhi ve sellem şəriyyətindən qırağa çıxsa, məsələn deyir ki, namaz qılmaya bilər və s. və s. Bunlar hamısı küfürdür, bariz küfürdür. Allah Subhanahu taala buyurur ki: "Men yebtagi gayra'l-İslam dinen falan yuqbala minhu ve huve fil ahireti minel khasirin." Yani Ali İmran 85. ayettir inşallah. Yani kim İslam'dan başka bir dine yönelirse o ondan ebediyen kabul olmaz ve o ahirette ziyan uğruna da onlar. Yani məsləhət görərdik ki, qardaşlarımıza Ali İmran suresi 85-91. ayetleri bu babda inşallah okusunlar. El-aşir el-i'radu an dinillah ve la yeteallemuhu ve la ya'mulu bihi. 10. hal, İslam pozan hallardan 10'uncusu Allah'ın dinini sevilmektir ki yani onu öğrenmir ve onunla amel etmir. Allah Azze ve Celle buyurur ki وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ ثُمَّ أَعْرَضَ عَنْهَا إِنَّا مِنَ الْمُجْرِمِينَ مُنْتَقِمُونَ. Sədə surəsinin 22. ayəsində Allah Subhanahu buyurur ki, ayetlerimiz ona zikr olduktan sonra ondan üst çevirenden daha zalim kim olabilir? Şüphesiz ki biz mücrimlerden intikam alanlarıq. Həmçinin Rabbimiz buyurur وَاِذْ أَخَذَ اللّٰهُ مِيثَاقَ النَّبِيِّينَ لما آتيتكم من كتاب وحكمة ثم جاءكم رسول مصدق لما معكم لتؤمنن به ولتنصرنه قال أقررتم وأخذتم على ذلكم إصري قالوا أقررنا قال فاشهدوا وأنا معكم من الشاهدين فمن تولى بعد ذلك فأولئك هم الفاسقون أفغير دين الله يبغون وله أسلم من في السماوات والأرض طوعا وكرها وإليه يرجعون. وقال تعالى طاعة وقول معروف فإذا عزم الأمر فلو صدقوا الله لكان خيرا لكم فهل عسيتم إن توليتم أن تفسدوا في الأرض وتقطعوا أرحامكم أولئك الذين لعنهم الله فأصمهم وأعمى أبصارهم. Yani bu babda da inşallah delil olarak həmçinin Ali İmran suresi 81-83. ayetler, həmçinin Muhammed suresi 21-23. ayetler okumağı inşallah tövsiye ederdik. Həmçinin Tövbə suresi 3. ayet, həmçinin Muhammed suresi 33-35. ayetleri, həmçinin Ali İmran 31-32. ayetler okumağı məsləhət görərdik. Allah Azze ve Celle bizleri onun dininden çıkmaktan korusun. Allah Subhanahu Teala bizlerin sonumuzu İslam etsin. Allah Subhanahu Teala bizleri onun dinini ihlasla, elim üzerinde, yəqinliklə, itaətle, təslimiyyətlə yaşayan qullarından etsin və ümumiyyətlə İslamın tərifi deyəndə hadis-i şərifdə Resulullah Aleyhisselatü Vesselam'ın soruşanda ki, məl İslam, İslam nədir? Aleyhisselatü Vesselam buyurur ki, el-İslamu en ta'budallaha ve la tuşrike bihi şeyen ilə axir. Yəni ilk olarak nəyi deyir? İslam Allah'a ibadet edip ona hiçbir şey şərik koşmamandır. Ve daha sonra ise namazı kılman vesaire işləyir. İslamın tarifi budur ve İslam olur ki Allah'a ibadet edip ona hiçbir şey şərik koşmayasın. Allah subhanahu bizim Müslüman kimi canımızı alsın. Ve ahiru da'vana enilhamdülillahi rabbil alemin.